Salam dostlar, bu gün sizlərə Samsung Galaxy Grand 2 modelinin necə 442 versiyasına keçirilmə yolunu göstərəcəm. Düzdür, artıq bu telefon 442 versiyasındadır, lakin o vaxtı çəkib qoya bilməmişdim və indi sizlər üçün çəkib qoyacağım bu videonu və nəzərinizə çatdırırım ki, bu proşifkada məsələn Rusiya ölkəsi yoxdur, Indiyadır, Singapurdur, Vyetnam kimi ölkələrdir və proşifka elədiyiniz vaxt telefonu, yəni ki, onun içərisindən rus dili itəcək, lakin dili dəyişməsə sizin telefonunuz rus dilində qalacaq. Yəni ki, bunu nəzərə almaq lazımdır və gəlin artıq keçək prosesimizə. Mən proşifkanı, baxın, bu saytdan yükləmişəm, Samobile və orada qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat videosu kanalımda var, yəni oradan baxa bilərsiniz necə qeydiyyatdan keçmək lazımdır. Gördüyünüz kimi Singapur ölkəsinin proşifkasını yükləmişəm. Gəlin keçək prosesə. Odin proqramını açırıq. Bir qədər yaxınlaşdırım. Odin proqramını açırıq. Daha sonra buradan PC bölməsinə daxil olub lazım olan faylımızı seçirik. Bu faylın linkini videonun aşağı hissəsində yerləşdirəcəm. Oradan yüklə bilərsiniz. Və burada gözləyirik bir qədər, bir 5-10 dəqiqə hardasa. Uzağı 5 dəqiqə gözləmək lazımdır. Yəni elə bilərsiniz ilişir də, gördünüz. Tez gəldi hətta. Gəlin indi telefonumuzu salırıq download rejiminə. Əvvəlcə söndürək. Deməli. Və indi download rejiminə salırıq. Bunun üçün səs azaldan düyməsi, power və orta düymə basıb saxlayırıq. Və bunların hamısını eyni vaxtda eləyirik. Gördüyünüz kimi belə bir ekran gəldi və volume up, səs artırandan davam edirik. Və telefonumuz download rejimindədir. Daha sonra telefonumuzu USB vasitəsilə kompüterimizə qoşuruq. Və proqramımız telefonumuzu oxudu. Və daha sonra davam edirik. Start düyməsinə toxunuruq və prosesimiz gedir. Proses hardasa demək olar ki, bir 5-10 dəqiqə arası çəkəcək. Yəni mən bu vaxt ərzində çəkilişi dayandıracağam. Lakin yəni burada da göstərim ki, proses burada da görsənir. Və belə olduğu halda telefonu USB şnur vasitəsilə, yəni notebookdan ayırmayın. Və dostlar, gördüyünüz kimi artıq hardasa 7-8 dəqiqəyə yaxındır ki, prosesimiz getdi və mən bu hissəni çəkmədim. Yəni bu müddət boyunca telefonumuza heç bir halda toxunmadım. Yəni ki, hər ehtimala qarşı telefonumuz qıraqda qalır və USB şnurda ayrılmamalıdır notebookdan və ya kompüterinizdən. Və artıq prosesimiz tamamlanmaq üzrədir. Gördüyünüz kimi telefonumuzda da proses əks olunur. Və prosesimiz bitdi, lakin belə halda telefonumuzu yenə də ayırmırıq, ta ki burada pass sözü yazılana kimi. Və proses dolur. Gördüyünüz kimi burada da yükləmələr gedir Android'in öz içərisində.
Proseslər bir qədər vaxt ala bilər, lakin gözləmək mütləqdir. Gördüyünüz kimi Galaxy Grand 2 SMC7102 modeli üçündür. Və hələ də telefonumuzu USB şnurdan ayırmırıq. Gözləyirik. Mütləq gözləmək lazımdır. Belə vaxtlarda məsələn səbirli olmaq lazımdır. Əgər gözləməyib başqa bir müdaxilə eləsəz, telefonunuza yəni ki, problemlər yarada bilər. Gördüyünüz kimi burada pəs yazıldı. Yəni artıq çıxartmaq olar. Telefonumuzu USB şnurdan ayırmaq mümkündür artıq. Gördüyünüz kimi. Və bizim artıq işimiz bitdi, belə deyək. Əsas hissə bitdi və proqramların optimizasiya olması üçün gözləyirik. Və görürsünüz, hələ də rus dili qalıb. Yəni ki, siz də əgər deyək ki, bu Singapur yenilənməsini elədikdən sonra yəni rus dili ola eləsəz, sizdə rus dili silinməyəcək. Yəni görürsünüz, bizdə elə əvvəldən rus dilində qalmışdı deyə rus dili silinmədi. Yox, əgər proşifkadan sonra girib dillərdən dəyişsəz, məsələn, ingilis dili qoysaz, artıq rus dili mümkün olmayacaq. Bir də elə bil ki, rus dili ölkəsi üçün, daha doğrusu rus ölkəsi üçün buraxıldığı halda yenidən rus dili qayıtmaq ehtimalı var əlbəttə ki. Yəni, əgər telefonunuzu rus dilində işlədirsinizsə, proşifkadan sonra yəni dillərə dəyişməyə müdaxilə etməyin. Və dostlar, artıq optimizasiya başa çatmaq üzrədir və başa çatdı. Bu müddətdə gözlədik. Və gördüyünüz kimi telefonumuz açıldı. Gözləyə bir qədər özünə gəlsin. Görürsünüz, şəbəkə də açıldı. Bir qədər telefonun açılmasını gözləyək. Və mən indi istəyirəm daxil olum nastroykaya. Yəni, oradan yoxlayım, görüm ki, Singapur versiyasında dil gəlibmi, yoxsa necə? Yox, dil gəlməyib Singapur versiyasında da. Və dediyim kimi, yəni burada görürsünüz dillər yoxdur, lakin telefonumuz rus dilindədir. Əgər siz telefonunuzu hansı dildə saxlamaq istəyirsinizsə, onu elə bil ki, köhnə versiyada seçin. Daha sonra yenilənmə elədiyiniz vaxt dillər dəyişilmir. Yəni hansı dildə qoymusunuzsa o dildə qalacaq. Görək. Proqramlarımız. Gördüyünüz kimi 4.4.2 versiyası. Fox yaxşı tutma olmadı. Deməli belə. Və görək. Gördüyünüz kimi Android 4.4.2 versiyası. Yəni göstərmək istədiklərim bu qədər. Əgər suallarınız olarsa müraciət edə bilərsiniz. Təşəkkürlər.